İbrahim surəsi 4-cü ayət deyir ki, hər qövmə öz dilində. Sən hansı qövmsən? Mən Azərbaycanlıyam. Hə, işte ol. Azərbaycan qövmünə gəlmiş peyğəmbəri göstərmə. Azərbaycan yoxdur. Biz ərəb dilinə gəldik. Biz ərəb dilinə Açıq gəldik. ərəb deyilsən, sən ərəb qövmüsən. Biz ərəb dilinə gəldik. Olsun, nə fərqi var ki, biz müsəlmanız da. Yalan Son deyil. peyğəmbərimiz Məhəmməd Əleyhisselam. Şu şəhərdən amma bir deyən görüb dini balasdır məndən. Gör nə deyir? Deyirəm ki, sənə bidət təşkil edirəm. İbrahim surəsi 4-cü ayət deyir ki, biz hər qövmə öz dilində peyğəmbər göndərdik. Bu da deməkdir ki, son peyğəmbərin sənin yox, ərəblərin peyğəmbəri. Bizimki sanı. Biz ərəblərdən əksi yoxlanacaqdır. Quranda da buyurur ki, Allah'a inkar edenler, Allah'a şərik koşanlar o dünyada cezalandırılacaq. Yaxşı, şərik qoşmayanlar nə qalacaq bu dünyada? Allah'a inkar edenler, Allah yoxdur deyir. Onu Allah bilirsən, yoxdur deyir, nə Allah'a inkar qalacaq edenler. Onu anladın. Sən nə qalacaq bu dünyada? Mən öz günahım var. Mən günahım varsa mən öz cəzamı çəkəcəm. Mən Onu Allah'a anladım. şükür Allah. Onu anladın. Sən mükafat olaraq o dünyada nə alasın? Onu Allah bilir. Onu heç kim deyə bilməz nə alacağım deyə. Onu Allah bilirsə Quran hardan bildi bəs? Çünki necə? Çünki Quran Allah göndərib də. Deməli Quran Allah göndəribsə, Quranda da o yazılıbsa sən də bilməliydin, deyil? Hə, mən bilirəm, bilən şey bilirəm. Mən dərinliyi bilmirəm. Bilirəm də. Necə? Niyə oxumusan bəs Quranı? Mən zaten sən kimi eləmirəm. Allah yoxdur deyə demirəm axı. Sən daha betərindən sən xəbərin var. Xoş gördük, əziz və dəyərli dinləyicilər. Bugünkü podkastimizdə yenə internet məkanında tufan qoparan, amma əslində bir stəkan suda fırtına yaradan, fəlsəfədən və elmdən bixəbər, pop ateizm təmsilçisi Çevik bəyin növbəti şousunu darmadağın edəcəyik. Təsəvvür edin, adam ekrana iri hərflərlə 3 dənə də nida işarəsi ilə Allah yoxdur yazıb və elə bilir ki, bununla elmi bir kəşf edib. Ay aman, 3 nida ilə kainatın sirrini çözdü Çevik. Atalarımız necə dəqiq deyib? Boş çəlləkdən bərk səs çıxar. O videonu izlədim. Adam səs tonunu qaldırır, gözlərini bərəldir, aqressivləşir. Elə bilir ki, qışqıranda onun o savadsız, kəsib doğradığı argumentləri elmi fakta çevrilir. Halbuki ortada nə obyektiv elmi debat metodologiyası var, nə də fəlsəfə. Sadəcə ego tatmini, emosional manipulyasiya və dəhşətli dərəcədə siyentizm, yəni elmpərəstlik xəstəliyi var. Elə o siyentizmlə başlayaq. Çevik ən ibtidai iddiasını belə qurur. Allahın varlığına dair empirik sübut yoxdur. Görmədiyim, toxunmadığım şeyə inanmıram. Kainatı elm izah edirsə, Allaha nə ehtiyac var? Sanki elmlə Allah bir-birinə rəqibdir. Ay aman, 3 nida ilə intellektual bədbəxtliyin ilk filləsidir bu. Buna fəlsəfədə kateqoriya xətası, yəni category mistake deyirlər. Çevik elə bilir ki, uca yaradıcı bu fiziki kainatın içində gizlənmiş sınaq şüşəsinə salına biləcək hansısa obyektdir, maddədir. Ay cəhalət yuvası. Elm yalnız fiziki, maddi və ölçülə bilən kainatın içini öyrənir. Zamanı, məkanı və maddəni yoxdan yaradan bir Rəbb öz yaratdığı qutunun içinə tabe olar? Bir kompüter proqramçısını onun yazdığı oyunun içindəki piksellərin arasında axtarıb, mən burada proqramçı görmürəm, deməli oyun öz-özünə yaranıb, demək nə qədər sarsaqlıqdırsa, Allahı da teleskopla axtarmaq o qədər məntiqsizdir. Qaldı ki, görmədiyimə inanmıram məsələsinə. Müasir elm özü, gözə görünməyən reallıqlarla doludur axı. Ay sağ ol. Bax, Çevik'in elm dediyi o müasir astrofizika sübut edir ki, kainatın kütləsinin düz 95%-i qaranlıq maddə və qaranlıq enerjiden ibarətdir. Dünyanın heç bir alimi onların mahiyyətini tam bilmir. Heç bir mikroskopla, teleskopla onları vizual olaraq görmür. Bəs necə qəbul edirlər? Onların gravitasiyaya etdiyi dəyişikliklərə, yəni təsirlərinə baxaraq varlıqlarını 100%li elmi fakt kimi qəbul edirlər. Tək Allahlı, yəni teistik fəlsəfə də tam olaraq bunu deyir. Biz Allahın özünü fiziki gözümüzlə görməsək belə, onun kainatdakı o möhtəşəm təsirlərimə, bioloji dizayna baxıb onu tərk edirik. Sən almanın yerə düşməsinə baxıb gravitasiyanı qəbul edirsən, amma o boyda kainatın nizamına baxıb yaradıcını inkar edirsən. İkiyüzlülüydü bu. Nizam demişkən, Çevik dərhal mövzunu atır Big Bang'ə və təkamülə. Deyir ki, Big Bang kainatın öz-özünə yarandığını sübut etdi, DNT isə təsadüfi təkamüllə yaranıb. Hər şeyi kör təsadüfə baxlayır. Big Bang ateizmi xilas etdi? Ay Çevik, sən doğrudan da elmdən bixəbərsən. 20-ci əsrin əvvəlinə qədər Karl Marx başda olmaqla bütün materialistlər nə deyirdi? Deyirdilər, kainat əzəlidir, sonsuzdur, başlanğıcı yoxdur. Niyə?
Çünki başlanğıc olmasaydı, yaradıcıya da ehtiyac qalmazdı. Amma Big Bang elmi olaraq sübut etdi ki, zamanın, məkanın və maddənin mütləq bir sıfır nöqtəsi var. Kainat yoxluqdan yaranıb. Məntiq elmi qışqırır, başlanğıcı olan hər şeyin bir səbəbi olmalıdır. Və o səbəb zamandan, məkandan və maddədən asılı olmayan uca, mütləq şuur sahibi olmalıdır. Big Bang ateizmin onurğa sütununu qıran ən böyük kəşfdir. Çevik isə bunu fəxrlə danışır. Öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır. Bəs o təsadüf məsələsi, kvant fizikası o qədər həssas nizamdan bəhs edir axı. Nə təsadüf! Nobel mükafatlısı Sir Roger Penrose hesablayıb, kainatın başlanğıcındakı nizamın təsadüfən yaranma ehtimalı 10^123-də 1-dir. Bu rəqəm kainatdakı bütün atomların sayından trilyonlarca dəfə böyükdür. Riyaziyyatda bu mütləq sıfır deməkdir. Qaldı DNT-yə. İnsanın DNT-sində 3 milyard 200 min hərfdən ibarət kod var, yazılı proqram var. İnformasiya nəzəriyyəsi bilir ki, kompleks kod həmişə şuurlu mənbədən gəlir. Suyun, külün, yəni şuursuz təbiətin təsadüfən DNT yazması bir mürəkkəb qabının divara çırpılıb partlayaraq təsadüfən Wikipedia ensiklopediyasını çap etməsi kimidir. Kod varsa, kodlaşdırıcı var. Təsadüf nağılını getsin uşaq bağçasında danışsın. İndi gəlirik bizim yerli ateistlərin ən sevdiyi şablona. Çevik qürurla Quranı açır, İbrahim surəsi 4-cü ayəni oxuyur və dərhal nəticə çıxarır. Mən Azərbaycanlıyam, bu ərəblərin peyğəmbəridir. İslam bizə aid deyil. Çevik bəydən lingvistik və sosioloji bir partlayış daha. Məntiqdə buna fallacy of composition, yəni hissəni bütövün yerinə qoyma və cımbızlama xətası deyirlər. Ay məntiq yoxsulu, istənilən qlobal mesaj mütləq şəkildə müəyyən bir coğrafiyada və bir dildə yaranmalıdır. Ayənin davamı var axı, öz qövmünün dilində göndərdik ki, onlara izah edə bilsin. Allah bəşəriyyəti xilas etmək üçün Ərəbistana peyğəmbər göndərib ona Çincə kitab versəydi, oradakılar bir şey anlayardı. Əvvəlcə yerli xalqa izah etməlidir ki, onlar da bütün dünyaya yaysınlar. Newton nümunəsi burada lap yerində düşür. Bəli, Isaac Newton İngilis idi. Gravitasiya qanununu tapıb İngiliscə yazmışdı. İndi Çevik çıxıb desin ki, mən Qafqazlıyam, Newton İngilisdir, deməli gravitasiya mənə aid deyil, mən göydə uçacam. Həqiqətin və elmin milliyyəti olmur. Bir yerdə kəşf olunur, hamıya aid olur. Üstəlik, bu saxtakar ateist niyə Quranın o biri ayələrini gizlədir? Əraf surəsi 158-də yazılır ki, de, ey insanlar, mən Allahın sizin hamınıza göndərilmiş elçisiyəm. Ənbiya 107-də deyilir ki, biz səni aləmlərə rəhmət olaraq göndərdik. Quran ərəbə yox, bəşəriyyətə xitab edir. Çevik sadəcə qərəzindən cımbızlayıb ayəni kəsir. Və gəlirik finala. Bütün argumentləri çürüyəndən sonra Çevik başlayır şəxsiyyətə hücum etməyə. Mən Quranı oxumuşam, sən isə dinini bilmirsən, kör-körana inanırsan, deməli inancın cəhalətdir. Ad hominem. Argumenti bitən acizlərin yeganə sığınacağı. Dunning-Kruger effekti tüğyan edir. Ay Çevik, Rus dilində 2 quru tərcümə oxumaqla İslam alimi olunmur. Sən üsul-i fiqh bilirsən, əsbab-ı nüzul bilirsən? Yox. Tibb kitabını evdə oxuyan adam cərrah olub adam kəsməyə cəhd etsə onu dəlixanaya salarlar. Sən də dinin cərrahı deyilsən. Qaldı ki, sıravi dindarın inancına. İnsan xəstələnəndə dərmanın kimyəvi düsturunu əzbər bilməsə də həkimə necə güvənirsə, sıravi müsəlman da Quranın hər təfsirini əzbər bilməsə belə, bu kainatın qüsursuz nizamına və öz vicdanına baxıb rasional şəkildə Allahın varlığına inana bilər. Sənin Allah yoxdur şüarın arxasında heç bir obyektiv elm yox, sadəcə 19-cu əsrdən qalma kif basmış bir ego var. Möhtəşəm, sarsıdıcı bir cavab. Yekun olaraq deyirik ki, həqiqi elm və məntiq həmişə birmənalı olaraq kör təsadüfləri rədd edir. Kainatın arxasında mütləq elm, qüdrət və iradə sahibi olan uca yaradıcının varlığı həm elmi, həm də fəlsəfi bir zərurətdir. Dəqiq. Çevik kimilərin o qışqırıqlı iddiaları elmi təhlil masasında ancaq və ancaq darmadağın olmağa məhkumdur. Həqiqət günü doğanda cəhalətin yarasaları gizlənməyə yer axtarar. Hörmətli dinləyicilər, elmdən, məntiqdən və imanınızdan möhkəm yapışın. Cılız manipulyasiyalara aldanmayın. Növbəti görüşlərədək.